Bugün Mingəçevir şəhərində Qəhrəmanlar Bağı layihəsi icra olunur. Biz Zəfərin 5 illiyində bu aksiyanı həyata keçirdik. Mingəçevir şəhər İcra Hakimiyyətinin, Kapital Bankın və PMD-nin dəstəyi ilə bu layihə həyata keçirilir və sayca artıq biz 29-cu Qəhrəmanlar Bağı layihəsini icra edirik. Həm ictimaiyyətdən, həm şəhid ailələrindən, həm Qarabağ qazilərindən bir çox insanlar iştirak etdi. Təşkilatçılıqda biz bu layihənin formalaşmasında öz təşəbbüsünü göstərən, dəstək olan hər bir quruma, hər bir fərdə öz təşəkkürümüzü bildiririk. Bu layihənin əsas məqsədi ekoloji mühitə töhfə verərək əziz şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir. Bu layihələr hər daim yaşayacaq və bu layihələrə hər daim töhfə verəcək.